Herkese salam aleykum dostlar. Necəsiz, sağlığınız, əhvalınız? Bugün sizlərə yeni bir video ilə qarşınızdayım. Bugün nə edirik deməzdən əvvəl sizdən bir xahişim var. Abunə olun, like atın və videonun bildirim zili var. Bildirim zilindən də bildirimləri açın ki, video oyunda xəbərdar olun. Bugün sizlərlə yəni bansız bir hiylə göstərim. Mən yorumlara gəlib yazmayın ki, qaqa alınmır, nədir, belədir. Tam açıq şəkildə hər birini göstərəcəm. Və bu, yəni gördüyünüz kimi ekranda da ifadə çəkirəm. Əynimdəki hip-hopdur, bomba kimidir. Bir dənə baxın. Giririk karakterlərə, məsələn, karakterdən seçirik. Həmin deyilən Nari karakteri. Nari karakterini seçəndə o paltar verir. Məsələn, buradan Ninjas karakterini seçəndə bu kombini verəcəkdir. Amma mən etdiklərimi edin ki, yəni gəlib sonra çətinlik çəkməyin də qısaca. Çətinlik çəkməyin. Hər biri yəni WhatsApp qrupuna zaten heç birinə ehtiyac yoxdur. WhatsApp qrupunda takip eləmək istəyənlər, yəni izləmək istəyən varsa YouTube biosunda var. YouTube biosundan əldə edə bilər. Yəni orada da hər bir şey göstərilir. Bir də üz maskası deseni, hər bir şey yəni vardı hesabda. Öz hesabımı eləmişəm. Yəni ban verirsən mən öz hesabımı verirəm. Baxın yəni bomba görünür. Bir dənə də ifadədən çəkək. Yəni bomba kimi hələ başqa ifadələr də var, qoşmamışam. Keçək quruluma. Qurulumda sizə göstərdiyim yeni Free Fire Play Market yazın. Skin Tools, yəni digər videoda göstərdiyim kimi. Pro. Və gələn Skin Tools Pro-nu yükləyin. Dostlarım 4000 izləmə saatında keçməliyik. Bunu yükləyin, yükləni vurun. Sonra da gözlüyün yüklənməsini Google-a daxil olmalısınız. Burada yəni yüklənir. Google-a daxil olub yazırsınız ki, Suzuki AFK başda gələn yerə basırsınız. Yəni telefon köhnə sürümdürsə yükləyə bilərsiniz. Amma Google-dan yükləmək daha əlverişlidir. Google-dan yükləyirik. Bura bir dəfə basırıq, yəni ücretsiz indirməyə. Məndə yüklü də deyə yükləmirəm. Sonra yüklədiyini vurandan sonra izin verirsiniz, yüklənir. Cihazın dosyalarına getməlisiniz. Yəni telefon Redmi-dirsə, nədirsə, mən indi cihazın dosyalarındayım. Buradan seçirəm. Pafkalarda. Pafkalarda yəni indirilənlər də ola bilər. Nə? Sizlərdə olan kimi Samsung-dsa, Redmi-dirsə, Honor-dsa. Mən indi Redmi deyirəm. Buradan buna basırıq. Suzuki AFK. Bunu yükləyirik. Bir dənə bunu yükləyirik. Və sonra ekranda göstərdiyimi eləməlisiniz. Qoy bir dənə yüklənsin. Yükləndi. Sonra nə etməliyik? Sonra proqrama daxil olmalıyıq. Suzuki-nin də buradan başlatı basırıq. Başlatı basanda geliştirici seçenəkləri aşmır. Çünki geliştirici seçenəkləri ayarlardan aşmalıyıq. Telefondan asılıyam. Mənim telefonumdan ayarlar belədir. Buradan derinləmə numarası olmalı. Sizdə başqası cihazın kodunu yazırsınız. Telefona kod qoymusunuz da açılır. Çıxırıq. Burada sistem var. Geliştirici seçenəklər. Sizdə başqa yerdə də ola bilər. Yəni axtara bilərsiniz yazıb. Buradan aşağı gedirik. Mən ekranını açıramsa onları açın. USB hatta ayıklamasını açdıq, tamam vururuq. Kablo SATA ayıqlama açdıq, izin veririk. Sonra buna basırıq bir dəfə. QR kod, burada erişdirmə numarası. Gözləyirik. Biraz gözlədikdən sonra bir də kod dəyişdi. Bir daha basaq. Ekranda nə eləyirəmsə eləyin yəni. Sonra nə etməliyik? Buradan aşağı gedək, biraz da olsa. Yenə buna basırıq. Açıb bağlayın yəni olmuşsa. Daxil oluruq Suzuki-yə təzəldən. Geliş seçenəkləri vururuq. Belə ekrana bir şey gələcəkdir. Yazılar, yəni kodlar. Buradan sonra təkrar başladım basırıq. Dəqiqə. Bildirimlər açılmalıdır. Bildirimlər açdıq. Çıxırıq, gözləyirik. Buradan
Buna basırıq. Aşağı gedirik, yuxarı kod yazılacaqdır. Eşləşmə numarası ilə cihazı eşləşlə. Yəni bağla. Buraya ekranda göstərilən kodu yazdırıq. 631 736. Vururuq bir dəfə. Yəni Suzuki başarılı, yəni eşləşmə başarılı bağlanma. Daxil olacaq, sonra axırıncı addımlara. Yenə də bura kim baxan varsa videonu puanlaya bilər. Bildirim zilini də açın dostlar, video qoyunda xəbərdar olun. Bura hazırdır. Daxil oluruq Skin Tools Pro. Sizdən max-sa max yükləyin. Məndə Pro'dur. Yəni sadə free file. Buradan dil seçirik, Let's Go'ya basırıq. Sonra free file, max free file. Biz buradan free file'e bir dəfə basırıq. Burada kombinlər olmalıdır. Kombinlər bax, bu karaktercə bu karakter uyğundur. Bu karakteri seçəndə bu karakteri verəcəkdir paltarın. Yəni videolar çıxarmaq üçün yaxşıdır bu proqram. 1000 izləmə saatı dolduqda pulsuz elmas qazanma göstərəcəm. Yəni proxy serverdə oldu ha bu. Dostlarım, bunu vurup girdiği oyuna tekrar. Yəni bunu vurursunuz, istədiyi seçib. Girirsiniz oyuna. Oyuna girəndə gördüyünüz kimi paltarları yenə dediyim kimi verir. İfadələr də var. İfadələr də əldə etmək olur. İnanmayanlar üçün də yəni sizlərə göstərdim. Videonu bəyəndinizsə şərhlərə də yorumlar etməyiz önəmlidir. Qısaca belə, Azılı Pələng yığdı klan da var, gəlmək istəyən gələ bilər. Belə. Sağ olun, özünüzə yaxşı baxın.